Çinlilərin Rolls-Royce-u. Çindi deyib keçməyin, elə qiyməti də Rolls-Royce qiymətindədir. Qarşılayın 1.5 motor 852 at gücü və 350 min manatlıq Maestro S800. 4 nəfərlik bu biznes sedan avtomobilinin qapıları avtomatik açılır. Yəni əziyyət çəkib açmağa ehtiyac yoxdur. Əsas maraqlı söhbət isə avtomobilin salonundan başlayır. Salonda özünüzü təyyarədə biznes klassda gedirmiş kimi hiss edə bilərsiniz və qiyməti dodaq uçurdan televizorda göz önündədir. 0-100 sürətləməsi 4,7 saniyə olan bu avtomobilin uzunluğu 5 metrdən biraz yuxarıdır. Bu sizə zarafat gəlməsin və avtomobil uzunluğuna baxmayaraq dönməsi rahatdır, çünki arxa təkərlərimiz də dönür. Salonda gördüyünüz bütün funksiyalar bu monitor vasitəsilə idarə olunur. Təbii ki, bu avtomobili alan şəxs bu oturacaqda əyləşib getmir. Onun yeri arxa sağ oturacaqdır və bu rəng salon sürürsünüzsə ona uyğun rəngidə də telefonda işlətməlisiniz. Sizinlə mən idim Ayxan Mirzəxanlı. Növbəti təqdimatlarda görüşənədək.